Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir. Vüqar 30 illik dostumdur, amma çıxıb efirdə ağzına gələni danışır. Niyə danışırsan? Düşün də, məni verilişlərin birində baltalayıb. Mən oxuyanam, savadlı şairlərin şeirlərinə müraciət edirəm. Mən şair deyiləm. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu rəngarəng verilişində deyib. O, meyxanaçı Vüqar Ədbullovu onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib. Vüqara demək istəyirəm ki, 50 illik yaradıcılığımda oxuduğum mahnıların 80%-i öz bəstələrimdir, 60%-i isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram. Bununla belə mahnılarıma düzəliş edirəm. Bunlardan xəbərin olmaya-olmaya çıxıb efirdə deyirsən ki, onun bunun şeirini oxuyursan. Nə var ki bunda? Bunları öz aramızda de, çıxıb 10 milyon insanın qarşısında səsləndirmə. Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Vüqarın Tarixin bir günü verilişində Tacir Şahmalıoğlu haqqında sən ancaq kiminsə sözlərini oxumusan, Əminə Şirin isə özü yazır deməsi olub.